Salam, kimya reaksiyon sürəti, kimya tarazlıq mövzusundan 6-cı günün suallarına baxaraq. Deməli, T2 və T1 temperaturlarında gedən reaksiyonun sürəti nisbəti V2 bölü V1 8-ə bərabərdir. Temperatur əmsalı 2-dir. Temperatur dəyişməsi T2 çıx T1 isə X-dir. X-i tapmaq üçün biz əvvəlcə düsturu yazaq. Deməli, buradan yazaq. V2 bölü V1 bərabərdir. Temperatur əmsalı qamma çıx T2 çıx T1 bölü 10-a bərabərdir. Əgər bu sürət dəyişməsi 8 isə, temperatur əmsalı 2-dirsə, ona T2 çıx T1 bərabərdir 10 olacaq. Burada 2-nin qüvvəti 3 olmalıdır ki, yəni 2-nin 2-yə 4, 4 2-yə 8, yəni 3 olmalıdır ki, 8-ə bərabər olsun. Deməli, biz qüvvəti, bax bunu, yəni T2 çıx T1-i bölü 10-u bərabər etməliyik 3-ə ki, sonra T2 çıx T1-də bərabər olsun, deməli 30-a. Cavab deməli 30 imiş. Sonra 79 nömrəli testə baxırıq. Burada temperatur T2 və T1 temperaturlarında gedən reaksiyanın sürət dəyişməsi ilə 8-dir. Reaksiyanın sürətin temperatur əmsalı X-dir. Temperatur dəyişməsi Y-lə işarə olunubdur. Burada elə bir yerinə qoyacaq variantlarda temperatur əmsalı ilə temperaturu. Düsturu yenə yada salırıq. Deməli, V2 böl V1 bərabərdir qamma üstü T2 çıx T1 böl 10. Bu 8-dir. Və bax, bunu tapmalıyıq. Demək, X-in yerinə bunu qoyacaq, Y-in də yerinə bunu görək və böl 10 da var. Yəni, bunu sıfırlara heç baxmayaq, çünki burada böl 10 var. Görək burada hansı uyğun gələcək. 3-ün üstü 2, yəni kvadratı 9, bu düzgündür. 2-nin üstü 3, bəli, bu eləyəcək 8. Deməli, X 2 imiş, Y də 30 imiş. Sonra 79 nömrəli testə baxırıq. Reaksiya 70 dərəcə temperaturda 40 saniyə ərzində başa çatır. Yazırıq. T1 70 dərəcə Selsi. Bu zaman tau 1 40 saniyə. Bu reaksiya 50 dərəcədə T2 bərabərdir. 50 Selsi olanda neçə saniyə başa çatır? Yəni tau 2 bərabərdir sual. Reaksiyanın temperatur əmsalı da 2-yə bərabərdir. Düsturumuzu yazırıq. Tau 1 böl tau 2 bərabərdir qamma üstü T2 çıx T1 böl 10-a bərabərdir. Yerinə qoyuruq. T1 40-dır. Tau 2 bilmirik, tapacağıq. Bərabərdir 2 üstü temperatur 50 çıx 70 böl 10. 50 çıx 70 böl 10 bu eləyir mənfi 2. Yəni 2 də bir yazacağıq. Yəni 40 böl tau 2 bərabərdir 4-də 1-ə. Bu zaman tau 2 də bərabər olacaq 160-a. Cavab B variantı olacaq. Daha sonra növbəti suala baxırıq. Deməli, reaksiya N2 + 3H2 bərabərdir 2 mol NH3 amoniakın olması reaksiyasında hidrogenə görə sürət, H2-yə görə sürət 10 mol 3-dür. Bərabərdir 0.9-dursa 1 mola görə tapırıq, o da eləyəcək. 1 mola görə olacaq 0.3. Amoniaka görə sürət hesablayın. Yəni 0.9 mol hidrogen əmələ gələndə nə qədər amoniak əmələ gəlir? 3 mol hidrogen əmələ gələndə 2 mol amoniak əmələ gəlirsə, bəs 0.9 əmələ gələndə nə qədər olacaq? X da bərabər olacaq neçəyə? 0.6-ya. Cavab D variantı. Daha sonra və sonuncu sualımıza baxırıq 97 nömrəli testdən. Reaksiyada tarazlığa məhsulun alınması istiqamətində, yəni sağa istiqamətlənməsi üçün necə yönətməliyik? Reaksiyada tarazlığa məhsulun alınması istiqamətində necə yönətmək olar? Endotermik reaksiyada bunu nəzərə alırıq. SO2-nin qatılığını artırmaq. SO2 solda olan bir şeydir, maddədir, başlanğıc maddə. Bəli, bunu artırsaq sağa yönlənəcək.
A'dır. Təzyiqi deyir artırsaq. Təzyiq artsa həcmin azalması istiqamətinə yönələcək. Burada həcm 4'dür, burada 2'dir, sola yönələcək. H2'nin qatılığını artırmaqla H2 sağdadır. Bunu artırsaq, hansı tərəfdə artırırıqsa əks tərəfə yönələcək. Yəni sola. Bu uyğun deyil. Katalizator tətbiq etməklə o katalizator reaksiyanı daha sürətləndirir. Amma istiqamətinə təsir etmir. Temperaturu azaltmaqla endotermik reaksiyada temperaturu azaltsaq sola yönələcək. Yəni cavab burada A'dır.